Bu təlimdə məqsədimiz peşəkar aktyor olmaq deyil və yaxud peşəkar influencer olmaq deyil. Yəni sadəcə özümüz kimi qalaraq kameranı sevməyi öyrənməkdir və insanlara da o pəncərədən daha səmimi, daha belə sıcaq görsənə bilməkdir. Ə, Birinci nədən başlamaq istəyərdim? Kamera qorxusundan. Ümumiyyətlə kamera qorxusu çox normal bir şeydir və bu qorxunu dəf eləmək üçün müəyyən texnikalar var. Müəyyən texnikalarla idarə olunur. Kamera qorxusu hardan yaranır? Bundan da başlaya bilərik. Əsas səbəbləri məncə bundan ibarətdir ki, məsələn biz həmişə düşünürük ki, səhv desəm nə olar? Ya da ümumiyyətlə kameradan necə görünürəm? Məni tənqid eləyə bilərlər və öz səsimizi, bəzən görüntümüzü videoda bəyənmirik. Ümumiyyətlə səhv eləmək çox normal bir şeydir. Hər birimiz səhv eləyə bilərik. Və kamera qarşısında bunu eləməkdən qorxmamaq lazımdır. Görüntü baxımından necə göründüyümüzün də çox böyük bir əslində önəmi yoxdur. Əsas olan odur ki, biz dediklərimizə ekran üzərindən insanlara ötürdüyümüz enerji və məlumat əgər doğrudursa, əgər bizim özümüzə inamımız varsa, digər şeylər çox da önəmli deyil. Və mən bir rejissorla məsələn işləmişdim. O həmişə bizə deyirdi ki, aktyorlarla düzdür bir tamaşa qururdu, amma o həm teatr rejissorudur, həm də kino rejissorudur və həmişə bizə deyirdi ki, mənim yanımda çirkin olmaqdan heç vaxt qorxmayın. Və mənim belə deyək, karyeramın əvvəllərində belə qorxularım var idi. Komplekslərim var idi ki, görəsən necə görünürəm. Fərqi yoxdur kamera önündə yaxud səhnədə və bəlkə də bunu hiss eləyib bu rejissor və həmişə o sözü dedi ki, mənim qarşımda çirkin olmaqdan qorxmayın. Nə azdırsa biz onu çoxaldacağıq, nə çoxdursa biz onu azaldacağıq. Sonra tənqid olunmaqdan qorxmaq. Bunlar da çox önəmli şeylər deyil. Çünki əsas olan bizim tamaşaçılara ötürdüyümüz dediyim kimi enerjidir. Öz səsimizi və özümüzü bəzən videoda bəyənmirik. Kamera əslində bizi mühakimə eləmir. Bizi mühakimə edən insanlardır və insanlara da lazım olan şey səmimiyyətdir. Yəni insanlar da belə deyim, mükəmməlliyi axtarmırlar. Və kamerada ən önəmli şey dediyim kimi enerji və dürüstlükdür. Belə, kamera önündə duruş və bədən dili. Deməli, belə deyim sizə. Bir var kamera qarşısında bir filmə, bir seriala və yaxud hansısa bir rolika çəkiririk. Bir də var ki, biz insanlara hansısa məlumatı ötürmək istəyirik. Məsələn, biz blogerik və insanları nəsə haqqında influence eləməyə çalışırıq. Bu zaman kamera qarşısında çiyinlərimiz ən əsası rahat olmalıdır, kürəyimiz düz olmalıdır, boyun sıxılmamalıdır və belə deyim, çox sərt hərəkətlər olmamalıdır. Bu mənim özümdə də var, ola bilər indi də fikir verirsiniz. Mən çox əllərlə danışıram, nəyisə izah eləməyə çalışanda. Bəlkə də bu biraz yorucu ola bilər. Və mümkün olduğu qədər bunu belə deyək, idarə eləməyə çalışıram. Danışıq mətni. Danışıq mətni kamera ümumiyyətlə hər şeyi böyüdür və hər kiçik bir sıxılma da ekranda görünür. Rahat bədən isə rahat danışıq deməkdir. Yəni biz nə qədər kamera önündə özümüz rahat olacaqsa və ötürdüyümüz enerji nə qədər rahat, nə qədər belə stabil olacaqsa, insanlar da o məlumatı daha rahat belə deyək qəbul eləyə biləcək. Üz ifadəsi və baxışlardan danışmaq istəyirəm. Kameranın əslində bir dostumuz kimi görməliyik. Yəni biz kameranı dost kimi təsəvvür eləməliyik. Süni gülümsəmələr, belə şeylər kamera önündə çox qəbul olunan şeylər deyil. Yumşaq belə isti mimika olmalıdır. Və kamera obyektiv də deyil. Sadəcə ünsiyyət vasitəsidir. Bunu bu cür yanaşsaq daha rahat hiss eləyə biləcəyik. Yəni bir insana necə baxırıqsa, kameraya da elə o cür baxmalıyıq. Çünki insanlar bizim qarşımızda olan o kameranı görmürdü. İnsanlar bizim sadəcə onlara baxan gözlərimizi, onlara olan baxışımızı görürlər. Üzr istəyirəm, telefon düşür. Səs, nitq, danışıq, bunlar da təbii ki, çox vacibdir. Ən önəmlisi odur ki, səs nə çox sakit olmalıdır, nə də çox yüksək olmalıdır, rahat, axıcı olmalıdır. Məsələn, mənim ilk belə deyək bu peşədə addımlarımda bununla bağlı belə problemlərim olurdu. Biraz yüksək səslə danışmaqda bəzən çətinliklər çəkirdim və çalışdığım rejissorlar mənə dedilər ki, Rania daha yüksək səslə danış, tonunu düzgün idarə eləməyi bacar və bu da təbii ki, zamanla olan şeylərdir, birdən-birə olan şeylər deyil, praktika ilə bizim mənimsəyə
biləcəyimiz şeylərdir. Nitq haqqında onu deyə bilərəm ki, cümlələri çox belə uzun uzadı, belə uzatmaq bəzən insanları yora bilər. Xüsusilə də indiki dövrdə, çünki mən özüm də bəzən hansısa bir videoya baxanda çox uzun şəkildə bir məlumat veriləndə artıq hiss eləyirəm ki, çox sıxılıram və artıq o 2x ki var, ona basıram tez ki, o məlumatı tez qəbul eləyə bilim. Ona görə çalışıram ki, bu gün də sizə olan informasiyalarımı hazırlaşmışam ki, mümkün olduğu qədər maraqlı, lakonik, qısa və bir o qədər də faydalı olsun. Ümid edirəm ki, elə də olacaq. Dediyim kimi fikri qısa və aydın şəkildə danışmaq lazımdır və pauzalardan qorxmamaq lazımdır. Bu da məsələn məndə olan problemlərdən biridir. Mən hər şeyi belə tez ötürməyə çalışıram bəzən. Ola bilər sizlərdə də belə problemlər olur. Bunların üzərində çalışmaq lazımdır. Məsələn, teatrda da olur, bəzən çəkilişlərdə və yaxud canlı yayımlarda. Hansısa informasiyanı ötürəndə mənə sonra evə gəlirəm, ailəm deyir ki, biz də səni izlədik, bax burada çox tələsdin. Mən doğrudan da pauzalardan qorxmaq lazım deyil. Ümumiyyətlə pauza fikri daha güclü edir və pauza səhv deyil. Yəqin ki, bu da mənim içimdə olan bir qorxudur ki, pauza eləsəm bəlkə də insanlar elə bilər ki, mən nə isə bilmirəm, nə isə səhv deyirəm, fikirlərim yanlışdır, nədənsə qorxuram. Yenə də bu əvvəl dediyim şeylərə gəlib çıxır ki, bu bizim komplekslərimizlə bağlı olan bir şeydir və kamera qarşısında qorxu ilə bağlı olan bir şeydir. Qorxu hər zaman var. Sadəcə karyeramızın belə deyək ilk başlarında deyil. Qorxu məncə çox vaxtda məsuliyyətlə bağlı olan bir şeydir. Çünki biz bir məsuliyyət hiss eləyirik və insanlara bir informasiyanı ötürməyə çalışırıq və qorxuruq ki, o informasiyanı yanlış bir şəkildə insanlara ötürə bilərik. Ona görə də belə qorxular normaldır. Bu məsuliyyətdən irəli gəlirsə, məncə burada bir problem yoxdur. Ümumiyyətlə kamera önündə özümüzü təqdim eləmək formulası da var. Birincisi biz özümüzə bu 3 sualı verməliyik ki, mən kiməm, mən nə eləyirəm və tamaşaçıya nə verirəm. Misal üçün, salam, mən Kərimova İranə, bu videoda sizinlə bu mövzuda danışacağam. Sonda isə siz bu mövzu haqqında filan şeyləri öyrənmiş olacaqsınız. Və bu formula çox vaxt daha çox reelslar üçün, video təqdimatlar üçün, təlim videoları üçün daha belə deyə ideal variantdır. Və onu da demək istəyirəm ki, kamera bizdən heç vaxt mükəmməllik istəmir. Kamera bizdən həmişə gerçəklik istəyir. Biz nə qədər də özümüz olsaq, tamaşaçı bizi o qədər çox qəbul eləyəcək və bizim ötürdüyümüz informasiya da onun ağlında bir o qədər çox qalacaq, bir yer edinəcək. Və kamera önündə inam, təcrübə, bunlar hamısı çox vacibdir. Sonra nə demək istəyirdim? Kamera önündə olan səmimiyyət və süni obraz. Daha öncə də dediyim kimi danışıq mətni, yəni kamera yalanı sevmir. Süni rol, süni gülüşlər, bunların hamısı ekrandan hiss olunan şeylərdir. Bəzən belə çox hazırlanmış cümlələrdən də qaçmaq lazımdır. Öz dilimizdə rahat, lakonik, qısa şəkildə, kiçik səhvlərdən qorxmamaq lazımdır. Bəzən mənim özümdə də olur. Bunlar hamısı təbii şeylərdir. Bir nə qədər təbii olsaq, bir o qədər də insanlar tərəfindən məncə səmimi qəbul olunacaq. Və dediyim kimi tamaşaçı ideal insan axtarmır. Tamaşaçı hər zaman canlı insan görmək istəyir ekran qarşısında. Və bəzən harda səhvlər buraxırıq. Biraz da bunlar haqqında danışmaq istəyirəm. Məsələn, kameraya baxmırıq. Təbii ki, indi əgər bu bir kino çəkilişidirsə, kameraya baxmaq böyük bir səhvdir. Bəzən olur. Məsələn, belə bir şey danışım sizə. Bir dəfə Soyuq Günəş filminin çəkilişlərində bir səhnə var idi. Orada həkim rolunu oynayan həqiqi bir həkim çağırmışdılar plaşatkaya ki, çəkilişlərdə iştirak eləsin və təbii ki, onun təcrübəsi olmadığı üçün o çox həyəcanlanırdı və biz onu bir neçə dublə çəkməyə çalışdıq. Hardasa bir 5-6 dubl çəkdik və çəkə bilmədik. Sonda artıq ondan xahiş elədilər. Çəkiliş komandası xahiş elədi ki, biz sizdən alınmır, bizdən inciməyin. Biz bir aktyor dəvət edək ki, bunu daha yaxşı icra eləsin. O tez-tez kameraya baxırdı.
və baxırdı çəkiliş əsnasında dedi ki, düz elədim, düz elədim və təbii ki, burada onun bir günahı yox idi. Çünki o praktikası olmayan, ümumiyyətlə aktyor olmayan da bir insan idi. Ə, amma məsələn, bu kino çəkilişi üçün aid olan bir məqamdır da, amma məsələn bu təlim kimi və yaxud da video təqdimat kimi olan şeylərdə təbii ki, kameraya baxmaq çox vacibdir və kameraya baxmamaq kimi bir səhv eləmək böyük bir səhvdir. Səbəblərdən biri çox sürətli danışmaq. Bu mənim özümdə dediyim kimi bəzən olur. Monoton səslə danışmaq bəzən insanları yora bilər. Bu da səhvlərdən biridir. Bədəni sıxmaq, rahat olmamaq, həddindən artıq çox mimika istifadə eləmək və uzun belə dolaşıq dediyim kimi cümlələr qurmaq. Yəni bu səhvlər hamımızda olur və vacib olan səhvsiz olmaq deyil. Sadəcə təkrar etməməkdir. Bunların hamısını özündə tərbiyələndirməyi bacarmaqdır deyə düşünürəm. Kamera üçün bəzən enerjimizi qoruyub saxlamalıyıq. Yəni bu nə deməkdir? Kamera enerjini udur və canlı görünmək üçün, daha real görünmək üçün həyatda hiss elədiyimiz enerjidən biraz da artığını ötürməliyik kamera qarşısında olan tamaşaçıya. Yəni hiss etdiyimiz enerjidən biraz artıq verməliyik. Bunun üçün məsələn nə etmək olar? Çəkilişdən əvvəl passiv olmaq olmaz. Çəkilişdən əvvəl biraz ayaqüstü hərəkətlər eləmək lazımdır, bədəni qızışdırmaq lazımdır. Ə, sizi məsələn sizə maraqlı olan bir şeylə məşğul olmaq, məsələn sevdiyiniz musiqini 1 dəqiqə dinləmək kimi bir şey ki, o sizi biraz açsın. Və belə deyim, özünüzə bunu deyə bilərsiniz ki, yəni bu video vacibdir. Bu sizin üçün çox vacib bir məqamdır və siz bunu ən mükəmməl, ən gözəl şəkildə eləyib insanlara ən belə deyək, yararlı şəkildə ötürməyi bacarmalısınız. Ə, sonra nələr hazırlamışdım? Və özünə güvən məsələsinə də biraz toxunmaq istəyərdim. Özümüzə güvən kameradan başlamır əslində. Birinci niyyətlə başlayır. Yəni məsələn özümüzə sual verməliyik ki, mən bu videonu niyə çəkirəm? Kimə faydam dəyəcək? Bir nəfərə kömək etsəm kifayətdirmi, yoxsa daha böyük bir auditoriyaya bir yardımım toxunmalıdır kimi bu sualları verməliyik və bu sualların ətrafında bu suallara cavab da tapmalıyıq ki, ötürdüyümüz informasiyanın nə qədər yararlı olub-olmadığını da özümüz üçün müəyyənləşdirək. Və sonda da bunu deyə bilərəm ki, kamera önündə yaxşı görünmək belə necə deyim, doğulmuş bir istedad deyil. Bu öyrənilən bir bacarıqdır və bacarıqdır, amma öyrənilən bir bacarıqdır. Yəni praktikadan asılı olan bir şeydir dediyim kimi. Və hər birimizin də eləyə biləcəyi bir şeydir. Mən heç vaxt kamera qarşısına çıxa bilmərəm, mən heç vaxt bunu eləyə bilərəm deyə bir şey yoxdur. Məsələn, yenə də özümdən, öz praktikamdan çıxış eləmək istəyirəm ki, mən Soyuq Günəş filmində çəkiləndə bu mənim ilk çəkilişim idi, ilk böyük setdə təcrübəm idi və mənim üçün çox qorxulu idi, çox çətin idi, amma ssenari mənə o qədər maraqlı gəlmişdi, o qədər təsir eləmişdi ki, mən düşündüm ki, mən belə bir işi itirə bilmərəm və özümdə o gücü toplayıb çalışdım ki, ən mükəmməl o vaxt üçün 20 yaşım var idi, çox təcrübəsiz idim. O vaxt üçün ən ideal şəkildə bunu eləyə bilim. Düzdür, indi artıq üzərindən neçə il keçib, 7-8 il keçib və indi filmə oturub baxanda bəzən elə səhnələr olur ki, baxıram, deyirəm, ay Allah, mən burada filan şeyi səhv eləmişəm. Kaş ki, mən bunu biraz daha yaxşı eləyə bilsəydim. Amma o an üçün, o dövr üçün eləyə bildiyimin ən yaxşısını, ən gözəl variantını eləməyə çalışırdım. Belə, mənim deyəcəklərim bu qədərdir. Əslində, belə başqa bir suallarınız varsa əgər, nə isə əlavə olaraq bilmək, öyrənmək istəyirsinizsə, buyurun, suallarınızı gözləyirəm. Əslində chat bölməsində bir ədəd sual var. Əgər istəyirsinizsə bildirək, səsli şəkildə bildirə də bilərlər. Aha, necə rahatdırsa, improvizə ilə bağlı məlumat verin, zəhmət olmasa. Çox gözəl bacardınız. Çox sağ olun. Təşəkkür edirəm. Ümid edirəm ki, yararlı informasiyaları ötürə bildim sizə. İndi çalışacağam bir-bir suallarınızı açıqlayım. Deməli, improvizə ilə bağlı məlumat verin. İmprovizə
o da praktika ilə bizim əldə etdiyimiz bir bacarıqdır. Bəzən kamera qarşısında ümumiyyətlə improvizələr çox qəbul olunan şeylər deyil. Kamera daha çox daha doğrusu improvizə daha çox teatrda baş verən bir şeydir. Bəzən olur ki, qarşımızda olan aktyor, tərəf müqabilimiz hansısa replikanı unuda bilər və biz improvizə nə üçün lazımdır ki, o durumu belə toparlayasan. Kino plaşatkalarında daha çox zarafat yana belə improvizələr olur. Bəzən də çox maraqlı improvizələr də olur. Rejissora bir təklif kimi deyilir. Məsələn, ssenaridə olmayan bir şeyi, olmayan bir cümləni və ya hadisəni rejissora təklif kimi aktyor deyə bilər və əgər rejissor təsdiqləyərsə onu eləmək mümkündür. Artıq orada necə alınacaqsa, təbii necə gələcəksə onu o cür eləmək mümkündür. Soyuq Günəş filmində də hətta bir neçə belə məqam var idi. Salam, axşamınız xeyir. Soyuq Günəş filmi çox sağ olun, təşəkkür edirəm. Sizi hər zaman sevərək izləyirəm. Təbliğiniz, səmimiyyəti və tərzini çox bəyənirəm. Çox sağ olun, var olasınız. Kamera qarşısında stresə düşən zaman nə edə bilərik həmin anda? Bayaqlarda bunu dedim. Necə ki biz kameradan əvvəl, kamera qarşısına çıxmazdan əvvəl necə ki hazırlıqlar görürük. Stresə düşdüyümüz zaman da biraz bir 2-3 dəqiqə qırağa çəkilib biraz özümüzlə tək qalıb, öz hisslərimizlə, öz düşüncələrimizlə tək qalmağa çalışmalıyıq. Biraz bədənimizi açmalıyıq, hansı hərəkətlər eləyə bilərik. Məsələn, hoppana bilərik, çox ciddi deyirəm bunu. Çünki bu stresi azaldır. Hərənin ümumiyyətlə özünə məxsus belə texnikaları var. Soyuq Günəş filmində təkrar sevərək izlədiyim bir film. Çox sağ olun, təşəkkür edirəm. Mən sizin filminizə düz 4 ya da 5 dəfə baxmışam və hər zaman da eyni təsirləri almışam. Sonra kədərlənmişəm. Rolunuzu çox mükəmməl, təbii oynamısınız. Minnətdaram, çox sağ olun sevginiz üçün. Siz Soyuq Günəş filmini çəkilərkən özünüzü necə hiss etdiniz? Həyəcan vardımı? Həyəcan var idi, bəli. Dediyim kimi bu mənim ilk işim idi. Ondan əvvəl belə qısa hansısa roliklarda, klip çəkilişlərində olmuşam. Teatrda artıq işlədiyim bir zaman idi. Yəni teatrın da mənə çox böyük qatqısı oldu. Mən artıq nisbətən təcrübəli getmişdim plaşatkaya. Amma yenə də ilk baş rolum idi. İlk dəfə idi ki, belə böyük bir komanda ilə çalışırdım və o məsuliyyəti dərk eləyirdim ki, yəni mən başrolda oynayıram və əgər mən nəyisə səhv eləsəm, mən nəyisə düzgün eləməsəm, bütün bir komandanın əziyyəti boşa getmiş olacaq. Təbii ki, həyəcan, stres hamısı var idi, amma komandamız o qədər gözəl insanlardan ibarət idi ki, rejissorumuz, ssenaristimiz, köməkçi rejissorumuz, Şən Zeynallı, Sədaqət Kərimova, Məlahət Əhməd, operatorumuz Elxan Rüstəmov, orada olan aktyorlar hamısı o qədər mehriban, o qədər gözəl insanlar idi ki, və bu da çox vacibdir. Mən istədiyim hər işdə bu vacibdir. Xüsusilə də incəsənət işində insanların bir-birləri ilə yardımlaşmaları çox vacibdir. Mənə çox kömək elədilər. Məni heç qoymadılar ki, mən özümü orada tək tənha hiss edeyim. Dediyim kimi ilk işim idi deyə çox aktyorları tanımırdım. Ona görə yaxşı insanlarla işləmək çox vacib bir şeydir. Rani xanım, müsbət, şirin enerjiniz. Çox sağ olun, minnətdaram. Axşamınız xeyir. Yaradıcılığa incəsənətdə ilk addım nə olmalıdır? İlk addım arzu olmalıdır. Özünə inam olmalıdır, həvəs olmalıdır və ondan sonra da təbii ki, durmadan çalışmaq olmalıdır. Çox gözəlsiniz. Çox sağ olun. Siz gözəl görürsünüz. Kitab oxumaqla biz natiqlik bacarığımızı inkişaf etdirə bilərik. Əlbəttə ki, kitab oxumaq bu sferada çox vacibdir. Ən vacib olan məqamlardan biridir. İmprovizəni eyni səs tonu ilə necə deyirsiniz? Zamanla formalaşacaq, eləmi? Həmin an necə ağlımıza gəlir? Tamaşada nisbətən rahatdır, ancaq kamera önündə bilmirəm. Əksinə mən sizə deyərdim ki, tamaşada daha çətindir. Çünki tamaşanı siz bir dəfə oynayırsınız və tamaşada səhv eləmək, nəyisə unutmaq kimi bir şansımız yoxdur. Kamera önündədirsə, yəni biz tutaq ki, nəyisə səhv elədiksə belə stop verib o kadrı yenidən çəkə bilərik. Lazım olsa 3 dəfə, 5 dəfə, 10 dəfə, hətta 15 dəfə də çəkə bilərik. Amma teatrda bunu eləmək, tamaşada bunu eləmək biraz riskli bir məqamdır. Ağlımıza necə gəlir? Dediyim kimi, bu təcrübə ilə qazanılan bir şeydir. Hər insanın eləyə biləcəyi bir şey deyil. Mən də bunu maksimum elə ki, eləyə bilmərəm. Hardasa 30-40% o təcrübə var. Bəlkə də işin içindən çıxa bilərəm tamaşada. Amma aktyorlarımız var ki,
bunu o qədər rahat şəkildə eləyə bilirlər ki, təbii ki, həm yaşda, həm də təcrübədə böyük olan aktyorlarımız monoloq zamanı hədəfi kamera obyektivi seçmək, yoxsa kadrın kənarında bir nöqtəyə baxmaq daha təsirlidir. Bu monoloqdan asılı olan bir şeydir. Bu sizin ötürmək istədiyiniz məlumatdan asılı olan bir şeydir və dediyim kimi, bayaq da bunu dedim ki, obyektivə sadəcə bir obyektiv kimi yox, həm də yəni bir aparat kimi baxmaq lazım deyil. Düşünün ki, o obyektivin arxa tərəfində sizə insanlar izləyir. Siz sanki insanlarla danışırsınız və ötürmək istədiyiniz informasiyanı da insanlara ötürürsünüz. Əgər bu cür bunu bu cür dərk eləsəz, bu cür düşünsəz sizə daha rahat olar. Çox sevdiyim filmdə hər baxanda ağlayıram. Çox gözəl, çox sağ olun. Çox gözəlsiz, Soyuq Günəşə dəfələrlə sıxılmadan baxmışam. İndi həmin filmin aktrisası təlimdə olmaq gözəl hissdir. Çox sağ olun. Mən də çox şad oldum. Gözəl suallarınız üçün də var olun. Çox maraqlı suallardır doğrudan da. Yəni standart olan suallar deyil. Gözəl davranış üçün nə etməliyik? Gözəl davranış üçün nə etməliyik? Gözəl davranış, anlamadım bu sualı. Mümkünsə daha ətraflı verərsiniz. Salam, hər vaxtınız xeyir olsun. İnsan əvvələn sərbəst şəkildə hazırlaşır və həyəcanlanmayacağı üçün tənəffüs hərəkətləri eləyir. Bəs nə üçün özünü ifadə edən zaman insanda həyəcan yaranır və səsimizə yansıyır bu hal? Dediyim kimi, məndə məsələn bu hal nəyə görə yaranır? Kifayət qədər belə deyim, təcrübəm olmasına baxmayaraq mən hər dəfə həyəcan keçirdirəm, çünki məsuliyyət hissim. Bəzən bizim teatrda da biz bir premyera qabağı öz dostlarımızla danışanda deyirik ki, çox həyəcanlıyam, indi səhnəyə çıxacağam, çox həyəcanlıyam, çox həyəcanlıyam. Bir-birimizə həmişə bunu deyirik ki, narahat olma, hər şey yaxşı olacaq, sən hər şeyi ən mükəmməl şəkildə eləyəcəksən və həyəcan əksinə gözəl bir şeydir. Çünki bu məsuliyyətdən irəli gələn bir şeydir. Aktyorun və yaxud da blogerin fərq etməz, həyəcan keçirməyi çox yaxşı bir şeydir. İlk təcrübəniz olmasına baxmayaraq, əsas aktyor kimi çox mükəmməl şəkildə rolunuzu aparmışdınız. Uğurlarınız davam olsun. Çox sağ olun. Bəyəndinizsə nə xoş mənə. Doğrudan da teatr insana çox müsbət ünsürləri diktə edir. Bəli. Yarğunatın yerində olsaydınız, neynərdiniz? Yarmədi gözləyərdi. Sizcə düz etdi Yarğunat. Yarğunatın yerində olsaydım, bəli. Bu sualı mənə çox verirlər. Çətin sualdır. Birincisi, Yarmətin sağ olduğu haqqında bir məlumatı yox idi. Sağ qalıb əsir düşdüyünü, sonradan isə ailə qurduğunu bilmirdi. Sadəcə onun instinktiv olaraq, sadəcə olaraq o Yarmətin sağ olduğunu hiss eləyirdi. Və sevgisinə qarşı olan o sadiqliyi əsasında Yarməti gözləyirdi. Və sonda da Yarğunatın özünün də dediyi kimi, o Yarmətə deyir ki, mən səni gözləyirdim, mən elə bilirdim ki, sən isti günəşsən, amma sən yenidən həyatıma soyuq günəş kimi doğdun. Çətin sualdır. Yarğunatın yerində olsam neyniyərdim sualına cavabı ancaq o şeyləri yaşasam deyə bilərəm. Amma hər bir halda Yarğunat məndən daha güclü bir xarakterə sahib olan insandır. Və mən sizə bir şey də deyim, Yarğunatın yaşadığı şeylərin hansı faizini mən öz həyatımda da yaşamışam, amma daha belə necə deyim, daha az tragik halda bu nəticələndə çox da belə tragik bir sonluğu olmadı elə ki. Biz teatr və kino sahəsinə nədən başlamaq lazımdır? Blogerlikdən, kastinlərdən, yoxsa başqa bir şeydən? Təbii ki, əgər siz professional aktyor olmaq istəyirsinizsə, İncəsənət Universitetinə daxil olmalısınız. Kastinlər də var, təbii ki, ora gedə bilərsiniz. O kastinlərdə belə balaca çəkilişlər olur, reklam çəkilişləri olur, hansısa reels çəkilişləri indi hal-hazırda təbdədir, məşhurdur. Onlarda iştirak eləyərək təcrübə qazana bilərsiniz, amma təbii ki, professional aktyor olmaq üçün professional dərslər almaq lazımdır. Bunun üçün də ya İncəsənət Universitetinə daxil olmalısınız, ya da indi gözəl kurslarımız var. Onlardan da belə deyim, məlumat toplayıb dərs ala bilərsiniz. Teatrda səhnədən əvvəl hazırlıq prosesi necə olur, neçə gün davam edir tamaşaya hazırlıq. Əgər bu yeni bir tamaşadırsa, məsələn, bizim indi mart ayında bir tamaşamızın premyerası olmalıdır. Mesinat adlı bir tamaşadır.
Hər birinizi dəvət edirəm, buyurub gələ bilərsiniz. Çox güman ki, 10 mart tarixində olacaq və biz bu tamaşanın məşqlərinə sentyabr ayından başlamışıq və hələ də davam edir. Çox böyük kütləvi bir tamaşadır, kütləsi çox olan bir tamaşadır. Hardasa teatrımızın 70-80% yaradıcı heyəti o tamaşada iştirak eləyəcək və biz hər gün durmadan məşqlərimizi aparırıq. Amma səhnədən əvvəl hazırlıq prosesinə əgər deyirsinizsə, səhnədən əvvəl hardasa tamaşa saat 7-də başlayırsa, məsələn, adətən, biz hardasa saat 4-də, ən gec 5-də, 6-da teatrda olmalıyıq ki, qrimimizi eləyək, rekvizitlərimizi yoxlayaq, hansıları ki, tamaşada istifadə eləyəcəyik, paltarlarımızı yoxlayaq, kostyumlarımızı, hər şey yerli yerindədirmi, yoxsa yox. Biraz psixoloji olaraq da rola hazırlaşmaq təbii ki, vaxt aparır. Sonra mikrofon hər kiçik səsi qeydə aldığını bilərək səs və nəfəsə nəzarəti necə təmin edirsiniz? Mikrofonun hər kiçik səsi qeydə aldığını bilərək səs və aha. Yəqin ki, çəkiliş vaxtı deyirsiniz. Məsələn, biz film və yaxud serial çəkilişlərində olanda belə balaca kiçik mikrofonlardır. Onu bizim geyimlərimizin iç hissəsinə yerləşdirirlər və sadəcə çəkiliş olanda biz onları yandırırıq. Daha doğrusu texniki heyətdən zvuk rejissorlar, səs rejissorları bunu idarə eləyirlər. Amma təbii ki, biz də bunu idarə eləməyə mümkün olduğu qədər çalışırıq və bəzən dediyim kimi, bax, məndə o problem var. Mənə deyirlər ki, Rani, biraz səsini biraz ucalt, biraz yüksəlt. Səsin pis gəlir. Sizi çox sevirik. Çox sağ olun, mən də sizi sevirəm. Sizi çox sevirəm. Həqiqətən çox gözəl, sadə, şirin xanım. Soyuq Günəş filminə 3-4 dəfə baxmışam. Hər dəfə də eyni hisslər yaranıb. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Maşallah, çox gözəl. Soyuq Günəşi sevərək izləmişəm. Çox sağ olun, minnətdaram. Siz gözəl görürsünüz. Zəhmət olmasa Yarqunat mahnısını nəzikcə oxuya bilərsiniz. Əslində o filmdə mahnını mən özüm ifa eləməmişəm. Gözəl müğənnimiz Elvina Heydərova ifa eləyib. Çox da gözəl ifa eləyib. Və filmdə siz görürsünüz ki, mən onu oxuyuram. Onu əslində mən oxumuram. Elvina xanım dublyaj eləyib. Səsini çox sevirəm, çox bəyənirəm və mənim o qədər gözəl səsim yoxdur, o qədər gözəl mahnını oxumaq bacarığım yoxdur. Düzdür, bir çox təlimdə bunu məndən xahiş edirlər. Amma hər dəfə bunu o qədər utanaraq, sıxılaraq eləyirəm ki, çünki bu mənim belə deyim, peşəkar olduğum bir nöqtə deyil. Kamera qarşısında özünü təqdim etmək nə deməkdir? Kamera qarşısında özünü təqdim etmək nə deməkdir? Bayaq bunu uzun-uzadı bütün formulları ilə dediyimi düşünürəm. Siz bayaqdan burdasınız, yoxsa yeni qoşulmusunuz? Kövrəlməmək əldə deyil. Əslində bu film Azərbaycan qadının sevgilisini, sadiqliyini və mərdliyində bir göstəricidir. Bəli. Emosiyanı səhnədə süni olmadan ötürməyin sirri nədir? Çox maraqlı sualdır, çətin sualdır. Emosiyanı ümumiyyətlə süni ötürmək belə deyim, bir aktyor üçün mənfi bir cəhətdir. Mənim çalışdığım bir rejissor var idi, bir tamaşa qururdu. Və biz çalışdığımız zaman həmişə məni tərifləyirdi, deyirdi, əla İranə, hər dəfə daha yaxşı, daha da yaxşı, daha da yaxşı edirsən və bir məqam gəldi, çatdı, mənə qayıtdı dedi ki, İranə, sən çox böyük təhlükə ilə üz-üzəsən. Dedim, niyə? Deyir, sən artıq hər dəfə bunu qaldırdın, daha yaxşı, daha yaxşı, daha yaxşı elədin. Bir nöqtədən sonra artıq indi səndə sən təkrara qaçırsan. Sən süni deməyim də, əvvəlcədən deyir artıq sabitiya Azərbaycan dilində necə idi? Əvvəlcədən gedişatı bildiyin üçün bir aktyor kimi artıq tamaşaçıya səhv informasiyanı ötürürsən. Və mən bunun üzərində çox çalışırdım. O da sağ olsun mənə çox kömək eləyirdi. Yəni bunlar çətin məqamlardır doğrudan da. Soyuq Günəş filmində ən sevdiyiniz hissə haradır? Soyuq Günəş filmində Sona ilə olan dialoqumu çox bəyənirəm. Harda ki, Sona gəlir Yarqunatın evinə, toy qabağı və soruşur ki, ay qız, niyə ağlayırsan və Yarqunat çaşıb deyəcəkdim İranə. Və Yarqunat orada Sonaya deyir ki, bəs məni Yarməti yox Osmana verirlər. Məndən Osmana arvad olmayacaq. Baxın, o hissə mənim çox sevdiyim hissələrdən biridir və bir də Yarməti artıq müharibəyə götürəndə, aparanda Yarqunat ki, gəlir arabanın arxasıca qışqırır ki, Yarmət.
Baxın o səhnəni çox bəyənirəm və insanlar tərəfindən də ən çox bəyənilən səhnə odur. Yəni ən çox o səhnə haqqında geri dönüş almışam. Siz özünüz hansı teatr? Musiqili teatr, akademik musiqili teatrda çalışıram. Mahnını səslənirsiniz çox qəşəng olur. Yaxşı, balaca bir şey. Ey gün yaru yaralay, yar bulaqda yaralay. Ey gün yaru yaralay, saz yargona sayır, yara kona yaralay. Yaredin dur yarguna, yaredin kol yarguna, yarava yarguna, ginis fin yartuna zum. Yaredin dur yargunat, yaredin kol yarguna, yarava yarguna, ginis fin yartuna zum. Böyle. Çok sağ olun, teşekkür ederim. Çok sağ olun. Şirin olabilir ama o kadar da güzel değil. Teşekkür ederim, var olasınız, minnətdaram. Sizin gözəl gözlərinizdir, gözəl auranızdır ki, belə duyur, belə hiss edir. Çox sağ olun. Teatrdan əvvəl hazırlıq prosesi necə olur, neçə gün davam eləyir? Dediyim kimi, əgər bir tamaşanın premyerasına hazırlaşırıqsa, bu aylar tələb edir təbii ki, amma sırf tamaşadan öncə gəlib həmin günün tamaşasına necə hazırlaşırıq deyirsinizsə, bir neçə saat əvvəlcədən gəlirik, rekvizitlərimizi, kostyumumuzu yoxlayırıq. Rol üzərində biraz özümüz psixoloji olaraq hazırlaşırıq, özümüzü hazırlaşdırırıq. Sonra gedirik qrima, bizi qrim edirlər, o tamaşaya uyğun olan qrimi. Sonra tamaşaya hazırıq. Bu da artıq 2-3 saat tələb edir. Siz ləzgicə danışa bilirsiniz. Həmin filmdəki aktyor və aktrisalar ləzgi idi. Filmdə olan bəzi kütləvi səhnələrdə olan insanlar ləzgi idi. Aktyorlarımızdan bəzilərdə ləzgilər var idi. Bəli, amma çoxsu Azərbaycan aktyorları idi və bu film nəzərinizə çatdırım ki, Azərbaycan aktyorları ilə çəkilən ilk ləzgi bədii filmidir. Çox gözəldir sesiniz. Sesiniz çox sağ olun. Minnətdaram. Var olasınız. Sentyabrdan marta kimi bu tamaşa üçün hazırlıq getirdiniz. Bəs bu proses zamanı necə qazanc əldə edirsiniz maddi olaraq? Teatrda çalışan hər bir aktyor teatrdan təbii ki, aylıq maaşını alır. Yəni bu özəl teatr deyil. Özəl teatrlar təbii ki, bu proses nisbətən yəqin ki, çətin ola bilər, çünki dövlət qarşılamır maddi olaraq, amma dövlət teatrlarında sağ olsun Mədəniyyət Nazirliyimiz bütün o prosesi qarşılayır. Mən özüm də ləzgiyəm. Nə gözəl, şad oldum. Bol-bol uğurlar sizə. Çox sağ olun. Sizə də uğurlar. Anladım. Təşəkkürlər. Mən təşəkkür edirəm. Çox sağ olun. Yəni teatr bizim iş yerimizdir. Biz teatra belə hobi kimi yanaşmırıq. Başa düşdüm sualınızın məqsədini. Yəni dediyim kimi bizim işimizdir. Biz hər gün teatra gedirik. Normal insanlar kimi, necə ki insanlar məsələn həkimlər xəstəxanaya gedir, müəllimlər məktəbə gedir. Biz də hər gün teatra gedirik. Bu bizim peşəmizdir, bizim işimizdir. Sizi bir də belə tanımaq, dinləmək çox xoş oldu. Çox sağ olun, mənə də çox xoş oldu. Gözəl suallarınız üçün var olasınız. Yeni bir film planınız var. Hal-hazırda yeni film çəkilişlərim yoxdur. Bundan əvvəl Hal filmində çəkildim. O da Sədaqət xanım Kərimovanın istehsalı olan bir film idi. Və ondan bir neçə müddət sonra da Bəlkə də filmində çəkildim. Talih Yüzbəyovun filmidir. Talih Yüzbəyovun filmi hal-hazırda da bildiyim qədərilə Nizami kinoteatrında gedir. Çox maraqlı, fantastika janrında çəkilmiş bir filmdir. Fantastika janrındadır, amma əslində söhbət fantastikadan getmir filmdə. Maraqlı bir filmdir. İçində bir çox suallar, bir çox gizli məqamlar, sirlər olan bir filmdir və hər tamaşaçı da o sirləri tapmır, sizə deyim. Maraqlı bir filmdir. Əgər izlənməyənlər varsa aranızda, məncə mütləq gedin, baxın. Duygusal filmdir. Yeni bir onu bir də Hal filmini demək istəyirdim. O da YouTube'da var hal-hazırda. Hal yazın. Sədaqət xanımın filmidir. Bakılısınız. Bəli, Bakılıyam. Çox sağ olun ətraflı izahınız üçün. Siz sağ olun. Siz olan filmlər hər zaman gözəldir. Minnətdaram. Çox sağ olun. Ümumiyyətlə film seçimlərimdə, serial seçimlərimdə çalışıram ki, düzgün qərarlar verim.
İlk öncə düşünürəm ki, bu mənə nə qatacaq bir aktrisa kimi, bir insan olaraq burada qazancım nə olacaq və insanlara ötürdüyüm şey nə olacaq? Mən bunu nə üçün edirəm? Sadəcə buna belə deyim, pul mənbəyi kimi heç vaxt baxmamışam bu sənətə. Təbii ki, pul böyük bir motivasiyadır, amma hər bir halda çalışmışam ki, öncəliklərim fərqli olsun. Mənəvi qazancım mənim üçün hər zaman daha vacib olub. Aksentiniz çox pozitiv hiss etdirir. Pozitiv. Təşəkkür edirəm. Yaxşı bir şey dediniz deyəsən. Biraz var aksent. Biraz da Rus aksenti var məndə. Rus məktəbini bitirmişəm. Uzun müddət Rusiyada yaşadığım üçün. Salam İranlı xanım, siz Xankəndidən salamlayıram. Mən Qarabağ Universiteti İngilis dili müəllimliyi ixtisas tələbəsi Quliyeva Məryəm. Sizi gözəl Qarabağımız, universitetimizi görmək istəyirəm. Çox şad oldum, deməli Məryəm xanım. Çox gözəl, çox təşəkkür edirəm, şad oldum. Bu arada mən oktyabr ayında, ötən ilin oktyabr deyəsən ayıydı. Bəli, oktyabr ayında Xankəndidə olmuşdum. Qarabağ Universitetində bizim bir tamaşamız var idi. Arşın Malalan orada iştirak eləmişdik. Orada kütləvi səhnədə iştirak eləyirdim. Siz Yarqunat rolunu çox gözəl oynamısınız. Çox sağ olun. Biz sizi Yarqunat obrazı ilə tanımışıq. Digər filmlərimizi də izləmək bizim üçün çox xoş olacaq. Məlumat üçün təşəkkür edirəm. Mən təşəkkür edirəm. İzləyin, məncə maraqlı filmlərdir yetəri qədər. Axşamınız xeyir olsun. Hal filminə baxmışam ilk həftəsində çıxan kimi və çox-çox gözəldir. Sizi də çox sevirik. Filmin sonu çox kədərləndirmişdi məni. Çox sağ olun, minnətdaram. Bəli, o filmin də sonu çox kədərlidir. Canlandırdığınız obrazın sizə ən yaxın və ən çətin tərəfləri nə idi? Yarqunat haqqında yəqin ki soruşursunuz. Ən yaxın cəhətləri odur ki, mən də çox duyğusal biriyim. Həyatda çox sentimental biriyəm. Amma Yarqunat məndən daha güclü bir xarakterə sahibdir və çətin situasiyalarda çətin qərarlar vermək lazım olanda o məndən daha qətiyyətli, daha özünə inamlı olmağı bacarır. Biraz bu məndə əksik olan bir şeydir, təəssüf ki. Kaş gələndə bilərdik. Kaş ki, inşallah yenidən gəlməyə qismət olar, görüşərik. Gəlsəm mütləq səhifəmdə paylaşacağam. Əslində o vaxta gələndə deyəsən paylaşmışdım şəkilləri. Instagram səhifəmdə. Möhtəşəm təlim və ifanız üçün həqiqətən təşəkkür edirik. Çox sağ Əgər olun. istəsəniz Instagram səhifənizi də qeyd edə bilərsiniz. Hər kəs takib atmaq və yaxud da izləmək məqsədilə. İndi Və təlim boyunca bizim sizin danışdığınız nitqinizdən açar sözünüz bildirilməlidir. Təlim barəsində hansı açar söz demək istəyərdiniz? bir neçə il əvvəl təlimlərdə olmuşam. Açar sözü orada da məndən istəmişdilər. Amma indi unutdum açar söz nədir. Yadıma salardınız. Məsələn, bir söz deyə bilərsiniz, söz birləşməsi şəklində də deyə bilərsiniz. Yəni bu nə üçün istifadə olunacaq? Təşəkkürnamə və yaxud da sertifikatların alınmasında istifadə olunacaq. Hmm, Yarqunat olsun. Olsun. Əla, çox gözəl, bəlbəli olsun. Olsun. Instagram adresini də qeyd elədim. Bir dəfə də Qusara gəlsəydiniz yaxşı olar. Gəlmişdim əslində, Qusara da gəlmişdim. Soyuq Günəş filminin yeni çıxdığı zamanlar idi. Deyəsən, hansı kənd idi? Yadımdan çıxdı. Yarğun kəndinə yaxın bir kənd idi. İmamqulu değildi, yox. Piral deyəsən, Piral kəndi idi. İnşallah yeni gözəl filmlər, inşallah. Salam, axşamınız xeyir olsun. Sizi görmək xoş oldu. Soyuq Günəş filmindən tanımışam. Film möhtəşəm idi, amma keş elə bitməzdi, kaş. Hansı nömrəyə yazmalıyıq açar sözünü? Aha, bu artıq mənə olan bir sual deyil. Çox sağ olun, çox gözəl təlim idi, minnət. Çox sağ olun, mən də təşəkkür edirəm. Mənim üçün də uzun zamandan sonra belə maraqlı bir təcrübə oldu. Xoş oldu. Təşəkkür edirəm mən də.
Suallarınız yoxdursa, əgər siz də istəyirsinizsə, yekunlaşdıra bilərik. Suallar yoxdursa yekunlaşdıra bilərik. Çox sağ olun, çox sağ olun. Təşəkkür edirəm uğurlar diləkləriniz üçün. Minnətdaram. Gözəl kəlmə görə çox sağ olun İrənə xanım. Çox sağ olun, minnətdaram. Təşəkkür edirəm mən də. Uğurlarınız bol olsun, işləriniz avanda olsun hər zaman. Sizin Çox də sağ olun. bayım təşəkkür edirik. Sağ olun, hələlik. Hələlik, sağ olun. Sağ olun.